Salam aleyküm, vaxtınız xeyir. Axır vaxtlardır çox öz dilimizdə rolik eləyirəm. Ona görə ki, rüsvay cahan olmuşuq, rüsvayçılıq da gedir. Birincisi, uşaqlar, gəlin bir dənə mən sizə şəkil göstərim. Bir daha. Baxın, bax bu fahişənin adı Bela Babaxanyandır. Qoca qarımışdı, ancaq şey eləyir də, effekt, mazlanır, pudranır. Qocadır. Bu da cəhənnəm. Bunu mən bir belə iş görmüşəmsə, mən heç vaxt demərəm belə görmüşəm. İğnənin ucu boyda mən iş görmüşəm, ancaq uşaqlar belə iş görüb. Yəni demək pis çıxmasın, daha bir şey qalmamışdı ki, midin yanında kravat ataq, yataq. Belarusiyanın posolstvasında neçə smena axıran var, hamısı mən özümdən tanıyırdı. Ərizə yazır, dalıcan. Ora yaz, bura yaz. Axır birləşdik, cəmləşdik, muradımıza çatdıq, nail olduq. Bunu deport elədilər Belarusiyadan. Uşaqları qaldı orada, ərindən boşandı, ərib daha eşitdi nədir bu, nə deyir. Gedib Yerevanda oyunlardan çıxarıb. Lizbiyanstvo, prostitusiya, hər şey. Bu şərəfsiz bir adamdır. Buna dotasiya var, pul verirlər. Bizim blogerlər var ki, burada 10 il, 15 il özüncürür, bir ma vermirlər. Aparıb Yelizardı, Melizardı, baboşdu, maboşdu, onlara maşın villa bağışlayırlar. Şəxsən mənə heç nə lazım deyil, mənə vətənimin təmiz adı lazımdır. Mənə lazımdır ki, mənim bayrağımı, xalqımı, millətimi heç kim təhqir eləməsin. Yol da vermərəm nə qədər nəfəsim gəlir. Bəs necə olur, siz televizyona çıxardırsınız, mamış oxuyur orada da, bağışlayın, bunlar oxuyur da, mən kiməm ki mən? Çırağı bir vətəndaşım. Sonra da erməni tığası dünyaya car çəkir, onu göstərir. Bunu da qoyduq bir qırağa, təzədən deyirəm. Məni yandırmadı ki, cavan qızsan sən, ay fahişənin balası, yanındakı da o oğraş petuq. Niyə eləyirsiniz bunu? Nə deməkdir bu? Xayıpa görə, 500 manat pula görə. Abırı yox, haya yox. Baxaq onda, baxaq onda. Малыш ловит чистая азербайджанская музыка и песня. Я сейчас вам представлю азербайджанскую культуру, так сказать. Музыка без границ. Только на меня не обижайтесь, я тут не Hakkı кричу. da var da, povud Слава verilir. Богу, что вы не понимаете, о чем это они. Ну что, Kül başıma, послушаем. kül mənim başıma. Предупреждаю, это шедевр. Ни в коем случае не крадите эту музыку, это только ихняя. My name is Azerbaycan ama ki atışmamış. Başla. Atışmamış elime yapış ceylanım. Kamcı yanlış tekme varış ceylanım. Atışmamış elime yapış ceylanım. Kamcı yanlış tekme varış ceylanım. İndi ay millət, mənim haqqım var deyim ki, bax bu qız uşağıdırsa, buna tərbiyə verənin ata-batasına nə elət? Apar o göstərirsən ha. Ver anovun atovun ağzına. Bu qızı kimsə alıb evinə gəlin gətirəcəksə, elə o nəsil uğraşdı. Bax bundan sonra. Bir tərbiyəli qız orada elə şey eləyər, qabağın göstərir. Bu nədir? Bu hansı qəhibəxanada böyüyüb bağışlayın məni? Hansı uğraş buna tərbiyə verib? Yaqın ki, bunlar xaricdədir. Yox, burada Azərbaycanda da kimsə tanıyırsa, Azərbaycandadırlarsa, buradadırlarsa. Xahiş edirəm, onu bir dənə bizim əlimizə verin. Biz onlarla iş aparaq. Prokuratura hara baxır bilmirəm. Hani 100% bu xaricdədir. Mənə belə gəlir, 99%. Yaxşı, bu uğraşı bildi, peysərdir. Oturub klavişlə çalır. Bilmirəm anondur, bilmirəm bacundur, bilmirəm yoldaşımdır. Bilmirəm bir-birimizin nə edirsiniz, nə eləmirsiniz, özünüz bilərsiniz. Ancaq səndə o uğraşın bilirsən, o klavişnika deyirəm, mayonika çalanı. Sənin də nəslində bir 7 kişi varsa, mənim üzümə tüpürsünlər. Amma bunu qəbirə qoyasan, o da qəhibədir. Sən də petuxsan. Ona görə ki, vətənə qarşı bir zərrə qədər hürməti olan adam onu eləməzdi. Özünə qiymət qoyan adam onu eləməzdi. Mən bir saniyəlik təsəvvür edirəm ki, kimsə bunu gəlib vağzalı ilə gəlin aparacaq. Bunu nəyin gəlin aparacaqsınız? Bunun üzləri görüb, kötü bizlər görüb. Mən belə roliklər eləyəndə görürəm, daha partlayıram, mənə bağışlayım. Bu fahişədir də, valikdir bu. Allah bilir bunun spidometri nə qədər gedib. Bəlkə bunun kolçıqlar düşün, yox, elə valların da dəyişiblər. Bəlkə blokun da dəyişiblər. 100 kərəm abort edib.
özünə qiymət qoyan, özün Azəri qızı sayan, özün Azərbaycanlı qızı sayan, xaricə də olsa elə şey eləyərdi. Nə var 5 manat, 3 manat like tutacaqsan, pul qazanacaqsan. Tuz sənin nəslinin nəcəbətin üzünə. Sənə tərbiyə verən elə oğraşdır. Daha bağışlayın evallah. Məcbur eləyirlər. Sağ ol.